Deməli, Peyğəmbərin qızı, bütün dünya və axirət xanımlarının ən üstünü, Peyğəmbərin ciyarparəsi, Həsən və Hüseynin anası, Həzrəti Əli İslamın həyat yoldaşı xanım Fatimə-i Zəhra salamullah əleyhanın qarşıda şəhadət günləri gəlir. Onlara Əyyam-ı Fatimiyyə deyirlər. Birinci əzadarlıq 3, 4, 5 noyabr olacaq. İkinci əzadarlıq 23, 24, 25 noyabrda olacaq inşallah. Bunların arasında da şəhadət günləridir, xanımın əziyyət çəkən günləridir. 2 rivayət var. Bir rivayət qabaqda, bir rivayət sonrası. Bunların arasının şəhadət günləridir. Kim nə bacarır evində, yaşadığı yerdə məclis keçirsin. Xanım Fatimə-i Zəhra salamullah əleyhanın adı çəkilən məclis bərəkətli olar. Xanımın haqqında danışan məclis xeyir-bərəkətli olar. Ona görə fürsəti əldən verməyin. Allahın verə Peyğəmbər və onun pak əhli beytinə Allah təala bizləri xanım Fatimə-i Zəhra salamullah əleyhanı tanıyanlardan, qədrin bilənlərdən qərar versin. Amin.